Coşqun və Rafaellə bağlı. Coşqun və Rafaellə bağlı dostlar maraqlı bir açıqlaması var. Deputat etiraz edir. Bu şəhərdə humoristik qrupunun aktyorları Rafael İskenderov və Coşqun Rəhimov qadın paltarı geyindiyi üçün sosial şəbəkələrdə tez-tez tənqid olunur. Hətta illər əvvəl deputat Fazil Mustafa da hacı titulu daşıyan aktyorların qadın libasında səhnəyə çıxmasını doğru hesab etməmiş və bunun onların hörmətinə xələl gətirdiyini bildirmişdi. Qrupun bir neçə gün öncəki konsertində Coşqun Rəhimovun yenidən qadın, daha doğrusu gəlin paltarı libasında səhnədə görünməsinə Milli Məclis üzvü fərqli münasibət bildirməyib. Yeni Sabahı açıqlamasında Fazil Mustafa aktyorların qadın obrazında çıxış etməsinin müəyyən hallarda qəbul oluna biləcəyini vurğulayıb. Aktyorların hər hansı şəkildə bu cür qadın paltarında tamaşalar verməsi ola bilər. Müəyyən bir epizodda və hər hansı zəruri hallarda bu rolu canlandırmaq olar. Bunu tarixi ənənələrimizdə də görmüşəm və cəmiyyətdə də elə ikrah doğurmur. Açığı, mən də bu mövzuya qayıtmaq istəmirəm, çünki bəzən elə fikirləşirlər ki, kimlərsə hədəfə götürmüşəm, Bu belə deyil. Son vaxtlarda Komedixananı tərifləmişəm. Orada çox istedadlı aktyorlar var. Onlar müəyyən ölçüləri də qorumağı bacarır. Əsl yumoru sözlə, ifadələrlə dolğun şəkildə tamaşaçıya çatdıra bilirlər. Bayaqlığı hiss etdirmirlər. Bu olduqca vacibdir. Məna ilə, düşüncə ilə, yaratmaqla insanları güldürmək özü çox böyük qabiliyyətdir. Amma bütövlükdə kişilərin qadın paltarı ilə hansı ardıcıllıqla mütəmadi tamaşa göstərməsinin əleyhinəyəm. Dostlar, bir haşiyə çıxıb, deyir, Komedixananı tərifləmişəm. Fazil Mustafa deyir. Amma Komedixanada da elə bir mövzular var ki, onlar da sosial şəbəkələrdə tənqid olunur. Orada da qadın paltarı geyirlər, bəzi ifadələr var. Nə bilim, yataq səhnələri orada insanlara təqdim olunur. Tamaşaçılara mən sözü vermək istəyirəm, auditoriya ünvanlayıram. Ümumiyyətlə, bax, bu sözü gedən aktyorlarla bağlı bunların hərəkətləri, davranışları, insanlara ötürdüyü müsbət enerji və ya mənfi enerji, siz bu barədə nələri düşünürsünüz? Çox xahiş edirəm, yazın. Davam edirəm dostlar. Fazil Qəzənfəroğlu deyir. Elə söhbət Fazildən gedir. Dostlar, Fazil Mustafadan. Təbii ki, bu şəhərdə komandası da Azərbaycanın çox istedadlı sənət adamlarıdır. Amma düşünürəm ki, bu üslubdan uzaqlaşmaq daha faydalı olar. Bu yaxşı qarşılanmır. Fazil Mustafa deyir.
deyir. Rəylərinizi yazın dostlar, mən onu səsləndirəcəm. Deyir ki, Mehmet Akif'in çox gözəl bir sözü var. Deputatın sözlərinə görə sənəddə demək, Mehmet Akif Ersoy'dan misal çəkir. Mehmet Akif'in çox gözəl bir fikri var. Hər sözü söyləmək olar. Amma onu ədəbiyyata gətirmək olmaz. Çünki ədəbiyyat sözü ədəb sözündən yaranıb. Yəni, hər şeyi demək mümkündür, ancaq ədəbi pozmadan. Bu baxımdan səhnədə, mövzular da belədir. Yüzlərlə mövzu var və onların arasından seçim etmək mümkündür. Amma bayaqlığa yuvarlanmaq doğru yanaşma deyil. Hər halda əməkdar artistlərimizin bu tənqidləri nəzərə almaları daha yaxşı olardı deyə Fazil Mustafa bildirir. İndi dostlar, Fazil Mustafa mövzu ilə bağlı fikirlərin bildirir, səsləndirir. Sizin fikirləriniz önəmlidir. Agil Abbas'ın da bir açıqlaması var. Elə bu mövzu ilə əlaqədar. Agil Abbas görək mövzu ilə əlaqədar necə düşünür? İndi dostlar, Agil Abbas'ın açıqlamasını sizin diqqətinizə çatdıracağım. Agil Abbas deyir, amma Fazil Mustafa'dan fərqli olaraq deyir, Aygün bəylər də kişi paltarı geyinirdi. Heç ona deyən vardı ki, niyə geyinirsən? Bu şəhərdən aktyorları Rafael İskəndarov və Coşqun Rəhimov qadın obrazlarına görə sosial şəbəkələrdə zaman-zaman tənqid olunur. Lakin Ev Dar adlı son konsert demək, onların son çıxış etirazları yenidən alovlandırıb. Vallah mən bilmirəm niyə insanlar ikiyə bölünüb. Fikrimcə, əməkdar artist Rafael İskəndarov və Coşqun Rəhimov çox gözəl aktyorlardılar. Bunu Yeni Sabaha açıqlamasında Milli Məclisin deputatı Agil Abbas bildirib. Agil Abbas deputat həmkarı Fazil Mustafa'dan fərqli olaraq, daha doğrusu Fazil Mustafa'nın əksinə aktyorların tərəfini tutub və onların səhnədə qadın obrazına girməsinə normal yanaşıb. Dostlar, davam edirəm. Mən sizə sual verirəm. Siz necə baxırsınız? Məsələn, kişi aktyorların qadın obrazında tamaşaçıların görüşünə gəlməsi, hansısa səhnəni canlandırması, siz necə baxırsınız? Yaxşı mı, pis mi? Yazın, cavablarınızı yazın. Davam edirəm. Agil Abbas buna normal yanaşır. Deyir ki, yumorlar da gözəldir, xalq da onları sevir. Aktyorların qadın paltarı geyməsi ta qədimdən olub, dünyanın hər yerində geniş yayılıb. Burada nə var ki? Əsas olan onların nə geyindiyi yox, yumorları xalqı güldürməsidir. Bunu Agil Abbas deyir. Yox, mən razılaşmıram. Agil müəllim, hörmətli deputat, bəlkə onlar elə formada çıxıb cəmaatı güldürəcək. Özlə bilirsiniz ki, cəmiyyət, o cəmiyyət ki, bu günləri TikTokda kimsə orada bir sümük gəmirir, 15 min, 20 min canlı yayımda onu izləyirlər ki, bu görək sümüyü necə gəmirəcək.
Mən sizin fikrinizlə razılaşmıram, hörmətli deputat. Davam edirəm, amma fikrinizlə razılaşmıram, fikirlərinizə də hörmət edirəm və bunu efirdən səsləndirirəm. Davam edirəm dostlar. Hətta Heydər Əliyev sarayında illər öncə olan konsertdə də iştirak etmişəm. Solo konsertlərinə və televizorda baxmışam, xoşuma gəlib. Son konsertlərinə televizorda baxmışam, xoşuma gəlib. Mükəmməl iş görürlər. Niyə aktyorların qadın paltarı geyməsi bu qədər şişir deyilir. Aygün bəylər də kişi paltarı geyinirdi. Ona deyirlər ki, niyə belə geyinirsən? Bu nə absurd yanaşmadır. Düzgün deyil. Onlar aktyordur və işlərini də peşəkarcasına görürlər. Mən onların ikisinə də uğurlar arzulayıram. Xatırlatma. Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, müəyyən hallarda qadın obrazına girmək sənətdə qəbul oluna biləcək hal olsa da, onu sözlərə görə mövzu seçimi və ədəbi ölçülərin qorunması tamaşaçının gözündə sənətin dəyərini müəyyən edən əsas amillərdir. Əziz dostlar, dəyərli tamaşaçılar, kanalda olanlar bəyənin, paylaşın, fikirlərinizi yazın. Və mən sizə indi öz mövqeyimi bilmək istəsəz, məsələn, Azərbaycanda tamaşasını intellektli düşüncələri ilə düşünməyə vadar edən və sözün həqqi mənasında bir incəsənət mövzusunda maarifləndirən aktyorlar çox azdır. İndi düzdür, keçmişə qayıtmaq istəyirəm. Məsələn, Allah rəhmət eləsin, Siyavuş Aslan, Yaşar Nuri, məsələn, yol əhvalatına baxırsan, gülürsən və düşünürsən, düşünürsən, gülürsən. Bəyin uğurlanması. İndi təkrar edirəm, ola bilsin ki, cəmiyyətin zövqü də o aktyorların bayağı hərəkətləri ilə uyğundur. Cəmiyyətdə ağıllı insan getdikcə azalır. Axmaqların, səfehlərin sayı çoxalır, ağılların sayı azalır. İndi bəli, orada Fazil Mustafa Komedixananın adını çəkir, deyir, bəyənirəm, istedadlı aktyorlar var. Bütün səhnələr istedadlı deyil. Ola bilsin ki, əgər deyək ki, Komedixana ayda bir dəfə tamaşaçıların görüşünə gəlsə, reklamdan normal pul qazansa, keyfiyyətli istehsal ortalığa qoya bilər. Bax, orada Xəyala xanımdır, yaxşı aktrisadır, Ənvərdir, hamısı istedadlıdırlar. Amma hər səhnələşdirdiyi tamaşalar, rollar, məsələn, mən onların hamısına yaxşı deyə bilmərəm. Amma yenə də deyirəm, onları da qınamıram. Bu ayda olmalıdır bir dəfə, 2 ayda olmalıdır bir dəfə. Yaxşı tamaşa, yaxşı səhnələr
hazırlanmalıdır və reklamdan gələn gəlir, YouTube-dan gələn reklam, əsasdakı reklamdan gələn gəlir, imkan vermədilər ki, onlar bir səhnə ilə aldığı reklamdan qazancı bir ay onların məişət problemlərini həll etsinlər. Yəqin ki, məcburdular ki, gücü verirlər kəmiyyətə, kəmiyyət çox olanda da keyfiyyət aşağı düşür. Mən bunu belə başa düşürəm, əziz dostlar. Siz necə başa düşürsünüz? Daha mən onu deyə bilmərəm.